Oturaq həyat, lüks həyat tərzi tam rahatçılıqla simvolizə olan əsrimizin əsas bəlalarından biri istənməyən çəki artımları, piylənmə xəstəliyi, həmçinin qaraciyər yağlanmasıdır. Qaraciyər yağlanması bir çox xəstəliklərlə yanaşı əsasən alimentar faktorlar, yəni qidalanmaya əsaslanan bir prosesdir və ağırlaşma, hətta xəstəlik kimi də nəzərdə tutula bilər. Qaraciyərin yağlanması demək olar ki, əsrimizdə hər kəsdə var. Xüsusən çəkisi yüksək olan, body mass indeksi 29 və 30-un üzərində olan hər kəsdə görülə bilər. Əsasən halsızlıq kimi, yorğunluq kimi və ya uzun müddət performansın aşağı düşməsi kimi özünü büruzə verir. Müalicə etmək üçün əslində müalicəsi çətin deyil. Qidalanmağa diqqət etdikdə, karbon hidratlarının miqdarını azaltdıqda, ən əsası isə bir il müddətində çəkini 10% qədər aşağı saldıqda çox əhəmiyyətli dərəcədə qaraciyər yağlanması yaxşılaşır və hətta tamamilə sağalır. Nəzərə alsaq ki, birinci, ikinci dərəcəli qaraciyər yağlanmaları geri dönür, üçüncü, dördüncü dərəcə isə artıq geri dönmür və sirozunu vəziyyətdir. Əgər qaraciyər yağlanmanız varsa, bunu ciddi yanaşın və barmaq arası baxmayın.